hamınızı bir daha təbrik edirəm, can sağlığı arzulayıram və Nəsiman Yaqublu deyir 114-cü Türk dövləti, 114-cü Türk dövləti yox, ilk Türk demokratik dövləti Azərbaycan. Yaşasın Azərbaycan. Eşq olsun sizlərə. Sağ olun. Müxalifət düşərgəsi 28 may İstiqlal Bayramını rəsmi deyimlə Respublika gününü Novxanda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə qeyd etdi. Siyasi liderlər Rəsulzadə irsini araşdıranlar İstiqlal bəyannaməsinin açıqlandığı o gündən bugünə də keçilən yoldan danışdılar. Cumhuriyyət qurulandan bəri yaşanan tarixi olayları yada saldılar. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycanın ən görkəmli ziyalıları, ictimai siyasi xadimləri, elm adamları, mütəxəssisləri bir araya gələrək 96 il əvvəl Azərbaycan Demokratik Cumhuriyyətini qurublar. Azərbaycan bir dövlət olaraq öz möhrünün tarixə, bəşəriyyətin tarixinə vurubdur. Dünyada 5000-ə qədər xalq, millət mövcuddur. Bunlardan 200-ə qədərinin dövləti var. Rəsulzadə təkcə millətlərə istiqlal demədi. Rəsulzadə insanlara hürriyyət millətlərə istiqlal dedi. Ona görə də bizim missiyamız hələ tamamlanmayıb. Bizim mübarizəmiz davam edir. Və bugün də yeni nəsil mübarizədə öndə gedir. Və bu yeni nəsil bir daha öz fədakarlığı ilə, cəsarəti ilə, özünün seçdiyi dəyərlərlə Azərbaycan xalqının böyüklüyünü bir daha sübut edir. Bugün Müsavat liderlərinin çıxışları bitəndən sonra gənclərin sırası çatdı. Onlar da bugünü yadigar fotolarla əbədiləşdirdilər Əmin bəyə. Rəsulzadəyə sayğı və sevgilərini göstərdilər. Daha sonra növbə Milli Şuraya çatacağından gənclər abidənin önündə yubanmadılar. Müxtəlif müxalif partiyaların cəmləşdiyi Milli Şura bu tədbirə ayrıca qatılırdı. Bu Cumhuriyet günümüzün, Respublika günümüzün başka bir özelliği de var. Bizim için xüsusi bir mənası var. Belki de bu minlerle insanı her il buraya çekip getiren faktörlerden elə biri de bundan ibarətdir ki, bəli, etiraf eləməliyik ki, biz babalarımızın gürurunu yaşamaqla yanaşı, onun da acısını yaşayırıq ki, hələ 96 il bundan qabaq Cumhuriyet kurabilmiş bir milletin bugünü çok təəssüf ki monarxiyanın, sülalənin əlindədir. Biz müstəqilliyimizə də, dövlətimizə də, cumhuriyyətimizə də sahib olacağıq. Var olun və sizin hamınızla birlikdə böyük Məhəmməd Əmin Rəsulzadənin, sevimli şairinin diliyle deyirəm. Sen bizimsən, bizimsən, yurdunca bədəndə can, yaşa, yaşa, çok yaşa. Bu günləri Azərbaycan devletinin de, Azərbaycan milletinin de siması Məhəmməd Əmin Rəsulzadədir, Əbilfəz Elçibəydir və bu bayrağı gerçəkdən başının üzerine kaldırıp onun ucalığının şərəf və ləyaqətini öz içində hiss edənlərindir bu vətən. Rəsulzadə və onun nəsli dağınıq bir ərazidən vətən yarattılar, dağınıq bir toplumla millət yarattılar. Yaşasın Azərbaycan milləti. Hamı bir yerdə. Amma tədbirə təkcə siyasətçi və ya parti üzvləri qatılmamışdı. İstiqlal bayramına sayğısını bildirən, İstiqlal gününü məhz bu heykəl önündə qeyd etməyə gələn yerli sakinlər, elə Novxanlıların özü də başqa yerdən gəlib tədbirə qatılanlar da var idi. Mən düşünürəm ki, əlbəttə ki, belə olmalıdır, birlik olmalıdır, hamı mehriban olmalıdır, hamı fikri eyni olmalıdır, hamı bir yerə vurmalıdır. Sizcə var mı birlik? Bu his məndə var, amma təəssüf ki... Ümumiyyətlə, sizcə var mı birlik dediyiniz o birlik kifayət qədər yoxdur. Necə olmasını istərdiniz? Kimlərin bir olmasını istərdiniz? Kimlərin bir olmasını? Haqq tərəfdarlar. Rəsulzadə yaşayacaq. Allah Teala'dan arzu edirik ki, ikinci dəfə bərpa olunan bizim müstəqilliyimiz yine, bu, mən saymıram ki, indiki
müstəqillikdir. Nə söz azadlığı var, nə çıxıb mitinglərə sözümüzü deyə bilirik. Deməli, bu müstəqillik deyil. Biz arzu edirik ki, bu həmən Məmməd Əminin atamızın yaratdığı bu müstəqillik yenidən bərpa olunsun. 96 il öncə bugün, mayın 28-də Cumhuriyyət doğuldu. Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tiflisdə Azərbaycan müstəqilliyini elan etdi. İstiqlal bəyannaməsi Müsəlman Şərqinin ilk demokratik dövlətinin parlament idarəçiliyinə dayanan respublikanın qurulduğu bütün dünyaya bildirildi.